İnsanların hər birinin daxilində fitrət etibarı ilə həqiqət axtarmaq xüsusiyyəti var. İnsan həqiqət axtaran bir varlıqdır. Niyə insan araşdırıb düzünü bilmək istəyir? Düşünmüsünüz ki, niyə insan araşdırır həmişə? Ona görə ki, həqiqət axtarmaq hissini Allah bizim içimizdə fitri olaraq qoyub. İnsan nəsə belə yaranıb ki, qaranlıq məsələni araşdırmağa can atır. İstəyir ki, bilsin, niyəsin bilsin. Bu his insanda var ki, elmlər inkişaf elədi. Bu his elmlərin inkişaf etməsinə təkan verdi. Araşdırma hissi nəticəsində insanlar elmə yiyələndilər və elmi inkişaf fitrətdə olan bu hissin nəticəsidir. Din də bu hissə istinad eləyir. Haqqı axtarmaq, həqiqəti bilmək hissi. Dinin istinadı budur. Neçə hissə bir də bu hissə istinad eləyir. Bir insan ona lazım olanı araşdırıb tapmalıdır, bilməlidir, həqiqətləri dərk eləməlidir. İnsan şəkdə qalmamalıdır. Dinin insandan istədiyi budur. Dinin insandan istədiyi budur ki, insan şək şübhədə qalmasın, yəqinə çatsın. Dinin hədəfi insanı yəqinə çatdırmaqdır. İman o zaman imandır ki, onda bir zərrə qədər şək olmasın. Ona deyirlər iman. Şəklə qarışıq bir şey iman sayılmaz. İmanlı adam ona deyir ki, ürəyində inandığına bir zərrə şək olmasın. Ona deyirlər iman. Şək nə qədər çoxdursa, tərəddüd də çoxalır. Səhv və xəta çoxalır. İnsanın səhvləri və xətaları şəklərinə görədir. Əqidəsinə şək eləyir, əməlində də təsir qoyur. Şək şübhənin mənfi təsiri var insana. Din insanı şəkdən çıxardıb yəqinə çatdırır. Şəkdən uzaqlaşdırıb yəqinə çatdırır. Amma bəzi şəklər var ki, müsbət şək hesab olunur. Bəzi şəklər var ki, müsbət şək hesab olunur. O barədə də danışarıq. İnsan dünyaya gələndə ümumiyyətlə yəqinlə doğulmur. Yəqinlə dünyaya gəlmir. İnsan yəqini əldə eləməlidir, yəqinə çatmalıdır. Allaha iman, axirətə iman fitrətdə var dünyaya biz gələndə. Amma onu üzə çıxartmaq lazımdır. Biz yəqinlə dünyaya gəlmirik. İnsan yəqinə çatmalıdır. Dünyaya gəldikdə şəklə gəlir. Yəqində deyil daha doğrusu. Bilmir, dəqiq bilmir. Məqsəd də budur ki, yəqinə çatsın. Və bu yol nədən başlanır? Bu yol şəkdən başlanır. Şək eləməsən, yəqinə çata bilməzsən. Şək bir başlanğıcdır, sual. Doğrudan görəsən belədir ya yox. Və bu şəkdir. Bu şək insanda olmalıdır ki, insan yəqinə çatsın. İnsan gərək əvvəl şəkkə düşsün. Yəqin mənzilinə çatmaq üçün şək keçidindən keçmək zəruridir. Həzrəti İbrahimdən danışır, bəlkə günəşdə Allahım. Sonra deyir, yox. Bəlkə aydır, yox. Axırda nə deyir? Deyir, mən aradan gedənləri sevmirəm. Şübhədən yəqinə çatmaqdan. Bu üslubdur. Həzrəti İbrahim heç vaxt aya ibadət eləmədi, günəşə. Bu üslubu göstərir ki, insan şəklə yəqinə gedir, çatır. Quran da bir neçə yerdə insanı müsbət şəkkə dəvət eləyir. Deyəcəm harda. Qısa danışacağım, narahat olmayın. Harda insanları şəkkə dəvət eləyir. Amma bir kiçik müqəddimə deyim ki, insan ümumiyyətlə tam aydındır ki, ata-ana vasitəsilə tərbiyə olunur. İnsanlar ata-ana tərəfindən formalaşdırılır. Ata-ana da müəyyən fikir daşıyıcısıdır, mədəniyyət daşıyıcısıdır.
fikrini və mədəniyyətini uşağına ötürür. Uşaq əvvəldə təqlidçiliklə başlayır, ata-anasını təqlid edir həyatında. Yəni o necədirsə, bu da elə olmağa çalışır. Ailə dindardırsa, dini təqlid edir. Ailə dinsizdirsə, dinsizliyi mənimsəyir. Kör-körənə mənimsəyir. Milli adət-ənənələr də belə ötürülür insanlara. Müsbət və ya mənfi olmasından asılı olmayaraq, insan ata-anasında olanları mənimsəyir, qəbul edir. Dinin bu məsələyə baxışı nədir? Dinin bu məsələyə baxışı budur ki, dinin özünü belə ata-anadan təqlidçilik vasitəsilə götürmüsənsə, bunu da Allah insandan qəbul eləmir. Müsbəti də dəlilsiz götürmək, dəlil sübutsuz, kör-körənə müsbət dəyəri də götürmək din baxımından yol verilməzdir. Dində fikri baxımdan təqlid yoxdur. Sabah deməsinlər filan kəs təqlidin əleyhinə danışdı. Bir daha deyirəm, mən əqidədən, fikirdən danışıram. Şəriət məsələlərində risalələrə müraciət eləmək ayrı mövzudur. O tamam fərqli bir şeydir. Əqidə və fikrin təqlidçiliyindən danışıram. Dini baxımdan təqlid əsasında mənimsənilmiş mənəvi dəyərin heç bir qiyməti yoxdur. Allah var, niyə atam anam deyib? Düz sözdə Allah var, amma Allaha lazımdır bu söz. Kimsə deyib deyə belədir. Kimsə deyib deyə belədir, bu yanlış bir fikirdir. Din bu şəkki dəstəkləyir. Deyir, əvvəl birinci addımda ata-anadan irsən, cəmiyyətdən sənə ötürülmüş, təlqin edilmiş şeylərə şübhə eləməyə başla. Bundan başla yol bu. Quran təqlidçiliklə sərt mübarizə aparır. Heç bir kitab Quran qədər mübarizə aparmır. Peyğəmbərlərin müqabilində müşriklərin sözünü gətirir Quran ki, onlar nə deyirdilər? İnna vəcədna abaəna ala ummətin və inna ala asarihim muqtədun. Deyir ki, müşriklər dedilər ki, biz ata-babalarımızı bir adətdə gördük ki, biz də o adətlərlə gedəcəyik. Yəni, sənin dediyin bizim ata-babalarımızın dediyinə uyğun gəlmir. Quran nə məntiq qoyur bunun qabağında? Ata-ana məntiqinin qabağında nə buyurur? Buyurur, وَلَوْ كَانَ آبَاؤُهُمْ لَا يَعْقِلُونَ شَيْئًا وَلَا يَهْتَدُونَ. Bəlkə ata-babalarımızın ağlı yox idi. Onda necə? Bəlkə ata-babalarımız zəlalətdə idilər. Onda necə? Atalarımızın düşüncəsi zəif idisə, səhv yolla getmişdilərsə, siz də buna görə dirənib dayanacaqsınız ki, mən bu yolu gedirəm. Bir millət inkişaf eləmək istəyirsə, nədən başlayır? Malik olduğu düşüncələri, adətləri təftiş eləməyə başlayır. Təftiş bilir, reviziya eləməyə başlayır. Öz malik olduğu adət-ənənələri təftiş eləməyə başlayır. Məntiq süzgəcindən keçirdir. Məntiq təsdiq eləyənləri qəbul eləyir, eləməyənləri inkar eləyir. Atam düz sözlə deyibsə, atam deyib deyə yox, məntiq süzgəcindən keçirdirəm, ağlımla ölçüb biçirəm, məntiq imzaladısa, deyirəm düzdür. Məntiq inkar elədisə, imtina eləməliyəm. Din bundan başlanır. Şəkk etmədən düzə çatmaq olmaz. Və bugün də belə bir zamandır. Mən üzümü sizə tutub deyirəm ki, din haqqında olan bütün təsəvvürlərinizi beyninizdən bir an çıxardın, saf beyindən təzdən başlayın inanclarınızı təftiş eləməyə. Neçə dənə səhabə var, görmüşəm, gəlib imamların yanına, deyib, ağa, mənim Allah haqqında təsəvvürüm bu, Peyğəmbər haqqında bu. Hamısını deyib, indi mənə dinən görüm, düzdüyə yox. İmamların yanına gəlib, öz əqidəsini deyib, imamlar da onlara izah eləyib. Bir millət dinə sahib olmaq üçün din haqqında olan bütün təsəvvürlərdən özünü azad eləməlidir. Mən demirəm keçmişindən tam imtina eləsin. Belə bir cərəyanlar da var ki, öz keçmişindən, milli kimliyindən utanır. Bu ifrat yoldur. Bəziləri də var ki, başqa cür ifratdadılar. Milli kökə o qədər bağlıdırlar ki, milli xüsusiyyətlərlə uyğun gəlməyəni inkar edirlər. İkisi də azğın yoldadır. Belə cərəyanlar var, o qədər kosmopolitdirlər ki, milli hər nə varsa inkar edirlər.
Bütün köklərini inkar edirlər. Milli adı gələndə utanırlar və məsxərə edirlər milli bütün şeyləri. Mən bunu sizə çox da danışmışam. Keçən illərdə biri danışırdı ki, mən Avropaya getdim. Bunu müsbət şey kimi danışır. Getdim, yemək vaxtı gəldi. Dedim ki, nahar necə eləyək, qonaq qalıram. Dedi, restoran ged orada yeməyi gəl. Bunu danışır, deyir ki, bizim kimi daha deyirlər ki, tökəsən yeməyin qabağına məsələn. Əslində onun mənfi şeyini nə var oradadır deyə bunu müsbət bir şey kimi gəlir. Çünki milli kimliyindən xəcalət çəkir. Dinin məsələsi, yanaşması nədir? Milli adətlər, ənənələr, baxışlar hamısı məntiq süzgəcindən keçir. Məntiqin, ağlın imzaladığı, təsdiq elədiyi dəyərlər qalır, qeyrisindən imtina eləməlidir. Bir millətin tərəqqisinin yolu budur. Bundan başqa bir şey deyil. Qəzzali məşhur alimdir. Qəzzali zamanının dahi şəxsiyyətlərindən biridir. Hələ fikirlərinin düzlüyünü, səhvliyini demirəm, dahiliyinə şək şübhə yoxdur. O deyir ki, mənim əsərlərimin bir xeyri ola bilər, ən böyük faydası sizə bu ola bilər ki, indiyəcən bildiyiniz barədə şübhəyə salıram sizi. Mən sizə şəkkə salıram, gedin təhqiq eləyin, düzünü özünüz tapın. Səlcuqlar dövründə yaşayıb, əvvəl İsfahanda olub, sonra Bağdada köçüb, Bağdada gələndə artıq elmi cəhətdən bir səviyyəyə çatmışdı ki, o Nizamiyə mədrəsəsi, indiki dilləndisi universiteti idi. Onun rektoru dünyasını dəyişdi. Bu qısa müddətdə o qədər şöhrət tapdı ki, bunu ora rektor təyin elədilər və şahların da yanında xüsusi hörmətə malik bir adamdır. Elmi bəhslər təşkil edir, iştirak edir orada. Hansı ixtilafları, hökumət işlərində olan ixtilafları həll eləyir. Fövqəladə bir insan imiş. Deyir, amma bir gün keçdi, neçə gün keçirdi, günlər ömrümdən yəni keçdikcə, məndə bir sual yarandı ki, bu malik olduğum elm, ustadlarımın mənə dediyinin təkrarıdır, yoxsa özüm ağlımdan bu nəticəyə gəlmişəm. Bu elm məni yəqinə çatdırıb, yox. Deyir, qısa təhlil elədikdən sonra mənə bəlli oldu ki, mən ancaq elə öyrəndiyimi təkrar eləməklə məşğulam. Mən təhlillə mənim tədqiqə ehtiyacım var. Ciddi elmi tədqiqata ehtiyacım var. Deyir, amma baxdım, gördüm bu şəraitdə mümkün olmayacaq. Mən burada dövlət vəzifəsində, şahların yanında mən alınmayacaq. Mən gərək ayrılım bu mühitdən ki, gedim elmi tədqiqatla məşğul olum. Deyir, deyə də bilmirəm ki, mən çıxıb getməliyəm. Deyirlər, icazə verməzlər. Deyir, bir şey fikirləşdim ki, qoy Məkkə ziyarətinə gedim. Dedim ki, Məkkəyə gedirəm. Deyir, dedim ki, Məkkəyə getmək istəyirəm, buna kimsə etiraz eləməz. Yanıma da neçə adam qoydular, getdim deyir, yolda karvandan geri qaldım, qaçdım qısası. Qaçdım, getdim Beytülmüqəddəsə. Bütün İslam aləmində məşhur olan bir alimdir. Deyir, hamı məni tanıyır, mən paltarımı dəyişdim, amma Beytülmüqəddəsdə məni üzdən tanıyan yoxdur. Deyir, hamı da eşidirəm ki, Qəzzali belə deyib, Qəzzali elə deyib. Həmin o insanların içində yaşayıram, özümü tanıtdırmıram. 10 ildir öyrəndiklərimi təhlil tədqiq eləməyə başladım və nəhayət ki, yəqinə çatdım. 10 il ömrünü qoyur, təcrid edir, bütün məqamlardan imtina edir buna görə. Bunu nə üçün dedim? Ona görə dedim ki, dəyər insan hər şeydən imtina eləsin ki, tədqiq eləsin, haqqı, həqiqəti aşkar eləsin. Vəl-ləzinə cahədu fina lənəhdiyənnəhum subulana. Kim bizim yolumuzda çalışsa, yollarımızı, qapılarımızı onun üzünə açarıq. Mən ona görə bu mövzuya dəfələrlə toxunmuşam, sözümü yekunlaşdırıram. Burada olan xüsusən gənclərə müraciət edirəm ki, heç kəsin fikrini kör-körana təqlid eləyib təkrar eləməyin. Şəriətdə risalələrə baxın, əməl eləyin. Amma fikri, əqli məsələlərdə avtoritet yoxdur. Heç bir şəxs insan üçün sözünü kör-körana qəbul eləməli bir insan deyil. Elmi rütbəsi nə olursa olsun, əqli bəhslərdə təhlillə, dəlillə söz qəbul eləyin. Və din xadimlərinin də vəzifəsidir ki, sözlərini əsaslandırıb cəmaata çatdırsınlar. Belədir deyə, mən deyirəm belədir, belə, bu sözü qəbul eləməyin heç kəsdən. Hamının sözünə tənqidi yanaşın, təhlil eləyin, çoxlu mütaliə eləyin. Oxuduğunuz kitabların sayı gərək yüzləri ötsün ki, sizdən nəsə çıxsın gələcəkdə. Həm dini, həm dünyavi mövzuda, istənilən mövzuda. Bu bölgünün əleyhinəyəm mən. Bu dini elmdir, bu dünyavi elmdir. Bu bölgü özü səhv bölgüdür. Elm faydalıdırsa onu mənimsəmək lazımdır. Hansı sahədə oxuyursunuzsa
yüzlərlə kitab oxuyun. Vallah sizin nicatınız bundadır. Kim bu işdə zəiflik göstərsə Allah qarşısında məsuliyyət daşıyır. Elmlə, mütərəqqi dəyərlərlə din qabağa gedə bilər. Kör-köranəli ilə o ağa belə dedi, bu ağa belə dedi. Yenə də təkrar edirəm, risalələr şəriət hökmlərini istisna edirəm. Şəriət hökmlərində başqa çıxış yolu da yoxdur. Amma fikri kör-köranə təkrar eləməkdən imtina edin. Bunu şəxsiyyətinizə sığışdırmayın. Öz şəxsiyyətinizə sığışdırmayın. Və ruhanilərin də vəzifəsi budur ki, müasir dildə dini cəmaata çatdırsınlar, əsaslandırsınlar. Hicab niyə yaxşıdır? Nənələrimiz deyir hicab giyinib. Bu dəlil deyil hicabın vacib olmasına. Nənələrimiz hicab giyinib, bu hicabın vacibliyinə dəlil deyil. Bugünkü dildə, müasir dildə əsaslandır ki, hicab qadına niyə görə vacibdir? Bunun müəyyən psixoloji yönləri var, sosioloji yönləri var. Bu məsələləri din xadimləri zəhmət çəkib insanlara izah eləyib, insanları qane eləməlidirlər. Mən demirəm kör-köranə hamı ilə bəhsə girək, bəzi adamın adətidir ki, elə mübahisə eləyir. Yox, doğrudan da ağlınızı qane eləyən sözləri mənimsiyin. Qiyamət günündə hər birinizdən soruşulacaq. Etiqadınızın niyyəsini soruşacaqlar. Qiyamət günü həm də bir imtahandır. İnsan öz etiqadını orada sübuta yetirməlidir ki, mən filan dəlilə görə filan həqiqəti qəbul elədim. Sizdən qəbul eləməyəcəklər, filan kəs minbərdən dedi, qəbul elədim. Yox, minbərdən din xadimləri öz fikrini cəmaata ötürməklə məşğul olmamalıdırlar. Cəmaata düşünməyi öyrətməlidirlər. Düzgün düşünməyi öyrədərsənsə düz nəticəyə hamı gəlib çıxacaq. Amma yox, mən danışım, öz fikirlərimi yeridim, hamı da mənim sözümü təkrar eləsin. Bu din xadiminin vəzifəsi deyil. Din adamları, din adından danışanlar insanlarda düşüncə gücünü oyatmalıdırlar. Düşüncəni təhrik eləməlidirlər ki, insanlar həqiqətlərə çata bilsinlər.